Bismillahirrahmanirrahim. Bu video Allaha üzv, orqan nisbət edən, daha sonra həmin əqidədən tövbə etdiyini bildirsə də, yenidən öz fikirlərinə qayıdan və oxuduğunu anlamayan, fəhm etməyən mücəssiməyə ilk və son cavabımızdır. Bu şəxs öz videosunda debat mövzusundan bəhs eləyir ki, güya biz debata gəlmirik və yaxud da ki, debatdan qorxuruq. Hamı çox yaxşı bilir ki, Əhlüsünnə mədrəsəsi illərdir ki, Azərbaycanda insanları azdıran bu vəhabiləri debata çağırır. Amma buna baxmayaraq, vəhabilərdən hələ də səs yoxdur. Bircə dənə bu məlum şəxs cəsarət edib debata çıxmışdı. Onun da nə qədər fəhimsiz, elmsiz biri olduğunu Feridun hocamız debatda çox gözəl formada isbat etdi. Məlum olduğu kimi həmin debatda bu şəxs Allahın məkandan münezzəh olduğunu deyib, daha sonra suallara cavab verməyərək, suallara daha doğrusu cavab verə bilməyərək debatdan qaçmışdı. Bu dediyim məna nədir? Fəvqiyyət deyərkən Əhməd ibn Həmbəl məkan qəsd eləyir, yoxsa məkanı? Sualıma cavab ver qardaş. Allah məkandan münezzəhdir. Bildiyimiz yoxluq məkandan münezzəhdir. Qəsd çox gözəl. Lakin münazirədən dərhal sonra Allahın haşa hissi məkanda olduğunu iddia edərək öz sözləri ilə ziddiyyətə düşmüşdür. Bu şəxs yenidən özünü biyabır edərək əhl-i-sünnə alimlərinə dil uzatmağa cəsarət edir və həmişə olduğu kimi oxuduğu mətnləri qavramır. Necə olur ki, bir insan özünü biyabır etməkdən yorulmur. Bir ara bunu ortalığa atan Əlixan Musayevə dedik ki, sən özün debata gəl. Xalq da görsün ki, həqiqi əhl-i-sünnə kimdir? Bu mürəkkəb cahili ortalıqdan yığışdırın. Çünki hamı gördü ki, bu şəxs debat etməyə belə layiq deyilmiş. Əslində bu şəxs mürəkkəb cahil olduğu üçün cavaba belə layiq deyil. Sadəcə biz həmin şəxsin cahilliyini elmi faktla göstəririk ki, sizin üçün də məsələlər aydın olsun. Və buradan məlum şəxsə səslənib deyirik ki, get işinlə məşğul ol. Alimlərin sözünü anlamaq sənin fəhmin üçün deyil. İndi isə həmin şəxsin gülünc və əsassız iddiasına nəzər yetirək. O, İmam Suyutinin rahiməhullah əqidəsini yanlış şərh edərək, onun Allahın hər yerdə olduğu əqidəsinə sahib olduğunu iddia edir. İndi isə gəlin İmam Suyutinin sözlərinin həqiqətinə və imamın nə qəsd etdiyinə birlikdə nəzər yetirək. O belə buyurur, 8-ci vəcih. Ruh cəsəddə olduğu halda onun harada yerləşdiyi bilinmirsə, deməli, onun keyfiyyətdən və məkandan münezzəh olduğunu bildik. Beləliklə, ruh harada və necə sualları ilə vəsf olunmaz. Əksinə, ruh bədənin hər hansı yerində mövcuddur və cəsədin heç bir hissəsi ondan xali deyildir. Eləcə də, Haqq Subhanahu və Teala hər məkanda mövcuddur. Heç bir məkan ondan xali deyildir. Halbuki o, məkandan və zamandan münezzəhdir. Baxın, son cümləni bir daha təkrar edirəm. Halbuki o, məkandan və zamandan münezzəhdir. Gördüyünüz kimi burada İmam Suyuti rahiməhullah Allahın mütləq şəkildə məkandan və zamandan münezzəh olduğunu bildirir. Buradan həmin şəxsə demək istəyirəm ki, imamla özünü səhv salma. İmam Suyuti rahiməhullah sənin kimi cahil biri deyil ki, bir sözü ilə digər sözü ziddiyyətə düşsün. Bu sadəcə sənin fəhimsizliyindir ki, imamın sözlərini anlaya bilməmsən. İbarədən də açıq formada göründüyü kimi İmam Suyuti rahiməhullah Allahın məkandan və zamandan münezzəh olduğunu deyir. Bu ibarəni dərk etmək üçün dərin bir elmə ehtiyac yoxdur. Onu uşaq belə anlaya bilər. Lakin qarşımızdakı şəxs o qədər fəhimsizdir ki, oxuduğu ibarəni belə anlaya bilmir. İmam Suyutinin Haqq Subhanahu və Teala hər məkanda mövcuddur sözləri ilə qəsdi Allahın hər şeyi elmi ilə əhatə etdiyi mənasındadır. İmamımız heç bir halda azğın Cəhmiyyə firqəsinin iddia etdiyi kimi Allahın zatı ilə bir məkanda olduğunu nəzərdə tutmur. Harada olursanız olun, o sizinlə birlikdədir. Allah sizin etdiklərinizi görür. Siz özünüz belə bu ayəti necə başa düşürsünüzsə, İmam Suyuti rahiməhullahın da sözlərini bu şəkildə başa düşmək lazımdır. Çox azacıq fəhmi olan bir şəxs belə bu ibarələri bu cür anlayar. Çünki İmam Suyutinin əsərləri Allahı məkandan tənzih edən dəlillərlə doludur. Ona görə də sənə tövsiyəmiz budur ki, baş açmadığın mövzulara girmə. Get, böyüyün olan Əlixan Musayevə de ki, onu elmi debatda gözləyirik. Sən isə kənara çəkilib izlə. Çünki həqiqətən də oxuduğunu başa düşmək iqtidarında deyilsən. Vəlhamdülillahi Rabbil aləmin.